Şok, şok, şok. Əzizlərim, bugün sizə təqdim etdiyim bu gözəl ev öz gözəlliyicə sizi şok edəcək. Necə ki, mən şok oldum. Evimiz çox gözəl evdə əzizlərim. Sənəti də tərtəmiz, evində, torpağında, santimetrinə kimi hamısı kupçada, paket kupça deyək də biz buna, hipoteka yolu da mümkündür. Əzizlərim, baba bu mən çəkilişə qonaq otağından başladım, çünki bura mənim laf çox xoşuma gəldi. Yer parketdir, girəcək hamısı istipoldur əzizlərim. Görürsünüz ki, özü hamısı da bahalı materiallarla işlənmə yerdə əzizlərim. Hal-hazırda mən evimizin 1-ci mərtəbəsindəyəm. Bura bizim mətbəximiz, daha doğrusu kuxna studiya adlanır bura. Əziz izləyicilərim, burada bir dənə nəysə bir hapurtu-purtu belə iş görülməyib. Çünki bütün yer hamısı səliqəli işlənib. Adicə bir də bu plintustanın vurulmağıdır. Mən də baxın neçə ilə vaxt verirəm. Baxan kimi bilirəm ki, burada səliqəli işlər görülür. Bura sanuzel, duş kabinası da var. Əzizlərim, gedən indi evimizin 2-ci mərtəbəsi ilə tanış olaq. Əzizlərim, ev qoşa daşla tikilib, 1-ci mərtəbədə yerdən bir 6 daş hündürdü. Bura evimizin 2-ci mərtəbəsidir. 2-ci mərtəbədə balkona çıxış var. Əzizlərim, bura ailə yataq otağıdır. Burada yenə bir yataq otağımız var. Bura 2-ci mərtəbə üçün sanuzel. Burada yenə belə bir uşaq otağımız var. Bura ailə otağı yenə. Burada bizim balkonumuz. Çox qəşəng evdə əzizlərim. Kim alsa Allah xeyrini versin.